Diabet müasir dövrünlə geniş yayılmış və səssiz irəliləyən xəstəliklərindən biridir və bir çox hallarda illərlə heç bir əlamət vermədən inkişaf edən bu xəstəlik yalnız geç mərhələdə aşkar olunduğu ciddi fəsadlara səbəb ola bilər və məhz bu səbəbdən də diabetin erkən aşkarlanması və mütəmadi tibbi müayinələr həyati əhəmiyyət daşıyır və erkən diaqnoz vaxtında müdaxilə və düzgün həyat tərzi ilə xəstəliyin qarşısını almaq mümkündür. Bu haqda danışırıq, müzakirə mövzumuz budur və son illər bu xəstəliyin artımını da təəssüflər olsun ki, hiss edirik. Qonaqlarımı təqdim edəcəm. Şəbnəm Həsənova Fərqindəlik layihəsinin rəhbəri, xoş gəlmisiniz və Fərhan Burzu, həkim endokrinoloq, xoş gəlmisiniz. Və istəyirəm ilk olaraq biz başlayaq bu xəstəliyin əhəmiyyətindən. Əslində diabet deyəndə nəyi nəzərdə tuturuq? Başlayaq həkimimizdən. İlk olaraq gəlin bu diabet xəstəliyinin həm vacibliyindən, həm təhlükəsindən danışaq. Daha sonra isə layihəyə keçəcəyik. Buyurun. Əslində şəkərli diabet bütün dünyada ən vacib olan xəstəliklərdən birisidir. Biləsiniz ki, hətta kardiovaskular xəstəliklər dünyada birinci yer olaraq dəyərləndirilsə də, kardiovaskular xəstəliklərin, ürək-qan dövranı xəstəliklərinin bilavasitə əmələ gəlməsində də şəkərli diabet əsas rol oynayır və bundan əlavə bilavasitə piyələnmə və bu kimi digər xəstəliklərinin də əsas tətik verici bir bir xəstəlikdir. Şəkərli diabet hesab olunur ki, inkişaf etmiş ölkələrdə əhalinin 10% və ya bəzi inkişaf etmiş ölkələrdə birazca bundan daha artıq olaraq müşahidə olunur və kardiovaskular risk əsasında, yəni infarkt, insult və digər orqanizmdəki olan bütün organik sistemlərin funksiyasını pozma xüsusiyyətinə görə çox əhəmiyyətlidir. Ölkəmizdə də verilən statistikaya görə əslində qəbul olunmuşdur ki, xəstəlik çox aşırı deyildir. Amma rəsmi və qeyri-rəsmi statistika nəzarət yetirdikdə görürük ki, əslində bizim bilavasitə gizli şəkərlən və ya diaqnoz qoyulmamış pasiyentlərlə bölgələrdə xüsusilə olan pasiyentlərimiz vardır. Bunun əsas səbəbi ondan ibarətdir ki, bu xəstəlik birdən-birə baş vermir. Tədricən baş verən bir hallar tendensiyasına malik olduğuna görə bizim diaqnoz qoymadığımız ətraflarda, bəlkə də bölgələrdə daha çox xəstə olacağını düşündük və bununla əlaqədar All-Media və sponsorlarımız, xüsusilə Səhiyyə Nazirliyi və digər qurumlarla bərabər bölgələrlə bir tədbirlər planı həyata keçirməyə qərar verdik. Təbii ki, bunun da nəticəsi ortaya çıxdı və biz şəkərli diabet diaqnostikasını həyata keçirdiyimiz pasiyentlərlə qarşılaşdıq ki, bunlar yüzlərlədir və bunların diaqnostikası sadəcə sadə bir şəkər ölçümündə olsa da, bunların gələcək ağırlaşmaları, hətta bəzi hallarda ağırlaşmış diabeti olan, lakin fərqində olmayan insanlarla qarşılaşdıq ki, bu da insanların gələcəkdə həddən artıq əlillik və digər xəstəliklərdən uzaq tutmaq üçün, onları qorumaq üçün əlimizdə bir şans oldu və bilirik ki, böyük mərkəzlərdə, ölkəmizin böyük şəhər mərkəzlərində bir çox tibbi xidmətlər əlçatandır. Amma ucqar rayonlarda, bəzi hallarda pasiyentlərin bu barədə maariflənməsi yetərli olmaya bilir. Təəssüf ki, qeyd etməliyəm ki, hətta bizim ziyarət etdiyimiz bəzi rayonların heç endokrinoloqları illərdir, o endokrinoloqu olmayan biz rayonlarda belə xəstə müayinələrini həyata keçirdik və orada da biz onlarla xəstələr təyin elədik və sağ olsun, yenə də biz təşəkkür edirik sponsorlarımıza ki, bizə bilavasitə qlukometrlər, təlimat və s. və axır şəkər təqib cihazları və eyni zamanda şəkər təqib cədvəlləri verdi ki, biz onları pasiyentlərimizlə qarşılaşdıq və onlara xəstəliklərinin, vəziyyətlərinin nə dərəcədə əhəmiyyətli olduğunu, qorxulu olduğunu deyil, əhəmiyyətli olduğunu çatdırmağa çalışdıq. Çünki şəkərli diabet əslində biraz yaşayış tərzidir, bir həyat tərzidir. O xəstəlikdən qorxmaq lazım deyil. Qeyd etmək istəyərdim ki, əslində ölkəmizdə diabetli xəstələr üçün müsbət bir sfera yoxdur. İnsanlar bir çox hallarda şəkər olduqlarını gizlədirlər və ya insulin inyeksiya vurduqlarını gizlədirlər və bizim xitab edəcəyimiz istər əyləncə, istər restoran və ya mərkəzlərdə bizim pasiyentlər bir çox hallarda xəstəliklərini, necə deyərlər, gizləyərəkdən yaşamağa çalışırlar. Hətta biz pasiyentlərlə gündəlik qəbulda olanda elə hallarla rastlaşırıq ki, insanlar
evli olduqdan sonra bir-birinə diabetli olduğunu və ya insulin inyeksiya, çünki bu bir utanc, illər boyu utanc bir hissi ilə qarşılaşıbdır. Ailəm dağılar, qorxu və s. və axır. Təbii ki, bu da ağırlaşmalarla biz qarşılaşırıq. Təbiətdə ətrafımızda olan, cəmiyyətdə olan bütün bu auranı qırmaq üçün biz tərəfdaşlarımızla, dostlarımızla yola çıxdıq və ümid edirəm ki, insanlarımız üçün çox faydalı ola bildik. Sizin sözünüzə qüvvət, həqiqətən də bəzi insanlar təəssüflər olsun ki, bunu gizlədir. İndi səbəbi nə olmasından asılı olmayaraq siz vurğuladınız ki, bu qorxulu deyil, amma bir məqamın üzərində dayanmaq istəyirəm. Çünki bəli, biz müəyyən qədər səhətimizə nəzarət etməliyik, diqqət etməliyik, amma misal üçün COVID-19 pandemiyası dönəmində şəkərli diabet xəstələri daha həssas keçirdi, daha ağır keçirdi bu xəstəliyi. Hətta həyatlarını itirənlər də oldu. Çünki mənim yaxın ətrafımda da bu var idi. Bax, bu proseslərin qarşısını almaq üçün siz dediniz ki, qorxulu deyil, amma nə dərəcədə qorxuludur? Əslində, o zaman qorxuludur ki, hansı ki, biz xəstəliyimizi bilib və onu müalicə etmirik. Biz xəstəliyimizi bildiyim zaman və təqib etdiyimiz zaman çox doğru qeyd elədiniz. Yəni, diabet bilavasitə COVID zamanı daha çox letallığını göstərdi. Mən öz valideynimi də COVID zamanı diabetli idi, o vaxt itirdim. Yəni, Allah rəhmət olsun. Allah razı olsun. Yəni, bilavasitəsində COVID-də deyil, onkoloji xəstəliklərin rast gəlmə tezliyi diabetlilərdədir. Bir çox xəstəliklərdə diabet də ortada varsa, ölüm faizi daha çoxdur, risk faizi daha çoxdur və biz xəstəni daha tez itirə bilərik. Yəni, ağırlaşdısa, bir diabetli mütləq şəkildə diqqətli daha çox ağırlaşır və daha fərqində olmalıyıq. Şəbnəm xanım, sizlə davam edək və biz diabetin həm təhlükəsindən, həm önəmindən, həm səhhətimizə diqqət etməkdən danışdıq, amma sizin bir layihəniz var ki, yanvar ayından artıq başlamısınız bu layihəyə. Keçən müddət ərzində də 6 rayonda biz həm söhbət olduq, efirdən əvvəl qeyd etdiniz ki, olmusunuz və hazırda o layihə haqqında istərdim ki, izləyicilərimizə məlumat verək. Çünki yəqin ki, özündə elementləri o hiss edən, amma getməyən, müayinəyə getməyən, səbəbi nə olmasından asılı olmayaraq burada maddiyyat da ola bilər, vaxtın çatışmazlığı da ola bilər və s. Və sizin növbəti etapda rayonlarınız var, şəhər var ki, gedəcəksiniz, üst tutacaqsınız. İstərdim layihə haqqında danışasınız. Məqsəd nədən ibarət idi və niyə məhz diabetə üstünlük verdiniz ilkin mərhələdə və növbəti etapda hansı regionlarımıza səfər edəcəksiniz? Buyurun. Təşəkkür edirəm Vəfa xanım. Sizə minnətdaram ki, bu önəmli sağlıq adına atdığımız addımda siz də bizə dəstək oldunuz. Qeyd edim ki, fərqindəlik layihəsi adından artıq bilindiyi kimi, fərqindəlik sözü öz-özlüyündə artıq psixologiyada yenidən özünə bir sual ver mesajı ötürən bir ifadədir. İnsan həqiqətən zamanla mən sağlam olmaq istəyirəmmi? Bu sualı verib də bunun bir dərinliyinə varmalıdır və istər dövlətin, istər digər bir hər hansı bir aksiyaların tərkib hissəsi olmağa məcburuq biz bir fərd insan olaraq. Çünki biz sağlamıqsa həm ailəmizə, həm cəmiyyətə, həm özümüzə yararlı bir fərd kimi inkişaf edəcəyik və biz gələcəyimizi daha sağlam quracağıq. Yəni bu düşüncədə davam edəcəksə. Və fərqindəlik layihəsi öz-özlüyündə nəinki Azərbaycanda, ümumiyyətlə bütün dünyada 3 əsas xəstəlik, şəkər, kardiologiya, ürək xəstəlikləri və xərçənglə mübarizə aksiyaları həyata keçirdir və aksiyamızın adı erkən müayinə can qurtarırdı. Və biz ümumiyyətlə mən özüm dəfələrlə bu ifadəni işlədirəm. Tibbə aid olmayan bir insanam, bir layihə idarəçisiyəm. Amma bu layihənin içərisində olandan sonra həqiqətən sözün əsl mənasında erkən müayinənin nə qədər əhəmiyyətli olduğunun fərqinə varmışam. Və biz fərqindəlik layihəsi olaraq 3 əsas xəstəliyin ilkin etapında belə qərara gəldi ki, diabetlə başlayaq. Çünki xərçəng və ürək xəstəlikləri insanlara nə qədər də desək bir qorxu, fobiya yaradan bir xəstəlik adı daşıyır. Amma şəkər xəstəliyi adı artıq şəkər olduğu üçün insanlarda istər-istəməz bir təbəssüm yaradır. Amma bu təbəssümün altında həqiqətən də çox qorxunc fəsadlar
yatır. Bir halda ki, doktor da az öncə qeyd etdi ki, gizli keçən bir xəstəlikdir. Yəni, uşaqlıqdan başlayan və biz böyükləri deyirik, hələ uşaqlarımızda nə qədər diabet xəstəliyi aşkarlanır, biz onu istərdim ki, doktor desin. Və diabet xəstəliyi ilə bağlı aksiyalarımızda çox belə, mən bu ifadəni qorxmadan istifadə edəcəm, utanc verici bir hal kimi qeyd eləyəcəm ki, bir ağıl insan, bir 60 yaşında, 70 yaşında insan ayaq ağrıları, gözdə yaranan müəyyən fəsadlar və diabetin gözlə görünən hər hansı bir simptomlarını yaşaya-yaşaya bu insan bir dəfə də olsun bir diabet həkimindən, bir müayinədən keçməyib və ilk dəfə gəlib bizim müayinələrdən keçib, artıq biz buna erkən müayinə can qurtarır deyə bilməsək də, o insanın üzündə bir təəssüf hissi görürük. Bu, həqiqətən də bu layihənin nə qədər əhəmiyyətli olduğunu aşılayır. Və şəkər xəstəliyi, diabet xəstəliyi, ümumiyyətlə bundan sonraki xəstəliklərimizdə də biz aksiyalarımızda daha çox xəstəliyin fobiyalarını aşmaq, daha çox aktivitələrimizlə, xoş mesajlarla, xüsusi seçilmiş həkimlərlə, yəni burada həkimlərin o xəstəyə yanaşması artıq bir müalicə etapına başlanğıc deməkdir. Bir halda ki, biz Bakıdan regiona, kəndə, hansısa bir əyalətə həkimi aparırıq, sizi inandırım ki, o xəstələr, məqsədimiz o deyil, durub yenidən Bakıya gəlsinlər. Amma yetər ki, o həkimin orada olduğu zamandan istifadə edib bu xəstəliyin əhəmiyyətini düşünsünlər. Hansı regionlarımızda olmuşsunuz? Və region olaraq Göyçaydan başladıq. Göyçay, Sabirabad, Masallı, Xaçmaz, Zaqatala, 6 rayonumuzda olmuşuq və son olaraq bu həftə sonu inşallah Şamaxı və Gəncə şəhərlərində olacaq. Çox təəssüf hissi ilə deyirəm ki, 3 aylıq bir müddətdə 8 rayon hesabatı vermək kimi bir məcburiyyətimiz var idi. Amma bu işin davam etməsini çox istəyirik. Çünki diabet elə bir xəstəlikdir ki, onun fəsadları çoxdur. Burada həm belə deyək də, insanların tək daxili orqanları ilə bağlı yox, görmə funksiyasını itməsi, hərəkət sisteminin pozulması, yəni funksional olaraq bir insanın həyatını iflic edə biləcək bir xəstəlik olduğu üçün olduqca böyük tələbatın olduğunu düşürürük və elə bir həkimlərlə yola çıxmışıq ki, bu 3 ay yox, 3 il belə davam etsə, sevə-sevə, təmənnasız, heç bir mənfəət güdmədən bizimlə çiyin-çiyinə çalışacaq həkimlərdir. Mən istərdim ki, bir həkim kimi, baxın, Şəbnəm xanım da vurğuladı ki, gəlirlər və həqiqətən də yaşlı nəslin nümayəndələridir, amma bugünə qədər ağrılar olsa belə həkimə müraciət etməyiblər. Yalnız bax, bu erkən həmin xəstəlikdən məlumatlandırma prosesini də itiriblər. İstərdim ki, izləyicilərimiz indi yəqin ki, bizi izləyirlər. İlkin elementləri, simptomları nədən ibarətdir? Yəni, bir xəstə yaşından asılı olmayaraq necə bilə bilər ki, onda diabet var? Və yaxud da, misal üçün, çox eşitmişəm ki, deyirlər ki, mən heç şəkərdən istifadə etmirəm axı çox. Necə oldu ki, məndə şəkər oldu? Bax, bu haqda istərdim məlumat verəsiniz izləyicilərimizə. Əslində, bilmək lazımdır ki, şəkərli diabetin 2 əsas tipi var. Birinci tip və ikinci tip. Birinci tip bilavasitə uşaqlarda rastlanır. Qəfləti olan bir durumdur ki, onlar yalnız insulin istifadə edirlər. İkinci tipin bir də əlavə olaraq... Bu doğuşdan olan bir problemdir. 30 yaşına qədər olan insanlarda. Yox, uşaqlarda nəzərdə tutur. Uşaqlarda, bəli. Gənclərdə, 3 yaşında, 5 yaşında, 15 yaşında olan uşaqlarda daha çox rastlanır. Bu genetikdirmi, yəni valideyndən mi keçib? Genetik olma ehtimalı daha çoxdur, amma daha diabetlərin az faizini tutur və onların gündəlik daha çox insulin infuziyaları, insulin inyeksiyaları ilə həyatlarını davam etdirə bilirlər. İkinci digər tip isə insulindən asılı olmayan, insulin rezistentlikli bir diabetdir ki, burada eyni zamanda 90-95% onları biz əhatə edirik və bir də hamiləlik diabeti, hansı ki, yalnız hamiləlik dövründə baş verir. Hamiləlik bitdikdən sonra, yəni 4 kiloqramdan böyük döl doğmuş qadınların hamiləlik diabeti ilə xəstələndiyini biz düşünürük və hamilərin 24-28-ci həftəsində şəkər yükləməsi testi olunur və ona əsasən də hamiləlik diabeti olub-olmadığını biz müəyyən edirik.
İlkin simptomlar nə görürük? Ən əsas simptomlar aclıq krizləridir ki, ac olduğu zaman, yemək gecikdiyi zaman soyuq tər basır, əldə, ayaqda, ondan sonra yeməyini gecikdirdiyi zaman bəzən özündən gedə də bilirlər, aqressiv olurlar. Bəzən əslində bu o qədər normallaşıb ki, cəmiyyətimiz üçün. Əslində bizim diabetlə əlaqədar statistikamız çox da real olmaya bilir. Yəni normalda, yəni bütün dünyada ölkə əhalisinin 10%-i yəni diabetli olduğu düşünür. Bizdəki olan rəqəm bunun ən azı 1/4 qədərdir ki, təbii ki, bu real rəqəmlər deyil. Çünki bölgələrdə diabetlik xidmət təəssüf ki, çox aşağıdır. Əslində vətəndaşlarımız təəssüflər olsun ki, o qədər stres içində, vaxt çatışmazlığı, müəyyən ailə problemləri və s. stres içində yaşayırlar ki, bəlkə də o ilkin simptomları heç diabetlə əlaqələndirmirlər. Və normal bir hal kimi, mən hər zaman şeylə müqayisə edirəm, fitnənin bir inəyi boynuna pilləkənlərlə qaldırmasına müqayisə edirəm ki, yəni diabet də o şəkildə orqanizmdə əmələ gəlir və biz onu hiss eləmirik. Amma həyat keyfiyyəti düzələndən sonra, şəkərlər kontrola girdikdən sonra xəstə həqiqətən yaxşı olduğunu hiss edir. Bəzən Şəbnəm xanım qeyd etdi, 60 yaşında bir insandır, özünü həqiqətən elə bilir ki, bu şəkərlə əlaqədar deyil. Yəni bütün 60 yaşındakı olan insanlar belə olmalıdır. Amma sən onun şəkərlərini düzənə saldıqdan sonra o yenidən doğulurmuş kimi, yenidən həyata gəlirmiş kimi bir hal olur və o şəkərdən onda azad olmuş olur və şəkərini daha doğru şəkildə kontrola salmağı özünə məcbur bilir. Bundan əlavə qeyd etmək lazımdır ki, ölkəmiz hər keçən il çox ciddi surətdə, yəni burada statistikada var, həddən artıq çox şəkər istifadə etməyə başlayıbdır. Yəni insanlarımız 20 il bundan qabaq daha az şəkər istifadə edirdilər. İstifadə etdiyimiz şəkərlər daha çox qeyri-orqanik şəkərlərdir. Bunu da nəzərdə saxlamaq lazımdır. Qeyri-orqanik ümumiyyətlə preparatlar, qeyri-orqanik qidalar cəmiyyətimizin hər yerini əhatə edibdir. Lüzumsuz olan çayxanalar, kofe shoplar, yəni kontrolsuz şəkildə, yəni ölkənin demək olar ki, bütün mərkəzi küçələrində yüzlərlə kofe shoplar var ki, hansı ki, cəmaat, insanlarımız buna kanalizə olur. Yəni oturma yerləri əvvəllər sadə çayxanalar idi, indi isə böyük çeşidli çay dəstgahları və s. Bunlar təbii ki, gənclərimizi... Və içərisində də şəkərlə bağlı olan həmin o çayla və yaxud da kofe ilə qəbul etdiyimiz məhsullar. Və bu sanki məcburiyyət kimi, yəni artıq ondan sonra biz pasientlərdən soruşuruq ki, su içirsinizmi? Su içmə mədəniyyətimiz də əslində bizim cəmiyyətdə çox aşağıdır. Yəni insanlarımız su iç deyəndə yalnız çayı nəzərdə tuturlar. Çay da olduğu zaman çayın aksesuarlarını yemək səbəbi ilə içdikləri çayı əslində gündəmə gətirirlər. Bu doğru deyil. Bu əslində bir növ mədəniyyətimizlə də bağlıdır. Haqlısınız, bəli, sağlam deyil, amma belədir. Təəssüflər olsun ki, belədir. Ən azı normal bir insan günlük litr yarım, 2 litrə yaxın su içməsi lazımdır. Heç bir zaman çay su deyil və su da çay deyil. Su hər zaman təmizləyicidir və bizə bölgələrə getdiyimiz zaman, mən əslində bilirsiniz, bizə gələn insanlar, onlar bəzən yəni həqiqətən qarşılıqsız bir neçə endokrinoloqun bölgəyə gəlməsini təəccüblə qarşılayırlar və qarşılıqsız qlikometrlər və s. bu xidməti gördükləri zaman təbii ki, bölgələrdə endokrinoloq olan rayonlar var, hansı ki, orada endokrinoloqun həddən artıq çox yükü var. Günlük hər gün 70-80 xəstə baxır, onlara hər gün insulin təyinatları verilir. Amma kaş ki, bölgələrdə endokrinoloji xidmət daha artıq olsa, bizə dəstək olan bölgələrdə olan, xüsusilə biz daha çox ancaq özəl klinikalara gedirik. Səhiyyə Naziri sağ olsun, yəni çox böyük bir dəstək oldu bizə, yəni sponsor olaraq və bundan əlavə də biz ancaq bölgələrdə olan özəl klinikalar, hansılar ki, bizi qarşıladılar, bizə öz otaqlarını qarşılıqsız, hətta bir çox xəstələrimizin sağ olsun, hətta şəhid ailələrimiz və onların analizlərini, digər laborator analizlərində ödənişsiz elədilər. Mən əslində çox təşəkkür eləmək istəyirəm bizi bölgələrdə qapılarını açan özəl xəstəxanalara, hansılar ki, bu yardımı bizə etdilər və biz insanlarımıza əl çata bildik. Təşəkkürlər Şəbnəm xanım. Biz bölgələrdən gəlin elə davam edək, çünki bölgələrdəki xidmət ələxüsus, baxın, biz şəhərdəyik, böyük şəhərlərdə həyat o qədər tez cərəyan edir ki, hadisələr o qədər tez baş verir ki, heç müəyyən qədər bəlkə də həkimə gedən insanların sayı bölgələrdə həkimə gedən insanların sayından qat-qat çoxdur.
İstərdim ki, ucqar kəndlərdən, mən bir neçə dəfə bu ifadəni eşitdim verilişimiz ərzində, istərdim bax, bu haqda danışaq ki, üz tutduğunuz özəl klinikalar olsun və yaxud da dövlət müəssisələri olsun, burada ucqar kəndlərin payı nə qədərdir və həkimimiz qeyd etdi ki, o səfər çərçivəsində görürlər ki, heç bəlkə də o bölgənin endokrinoloqu yoxdur və yaxud da yükü çoxdur. Bax, bu əsas problemin üzərində dayanmağınızı istərdim. Vəfa xanım, mütləq şəkildə biz öncədən gedəcəyimiz regionu heç olmasa bir 2 həftə öncə planlamasını görürük. Kənd insanları ümumiyyətlə həkim məsələsində biz bilirik ki, biz daha çox Türkiyə çarələr, müəyyən, belə deyək də, tibbə aid olmayan, biraz yaxından uzaqdan məsələlərlə xəstəliklərimizi aşmağa çalışan bir toplumuq. Kənd insanlarının şübhəsiz ki, burada ödənişsiz olduğu üçün həvəslə bu aksiyalara gəldiyini şahidi oluruq. Və istər-istəməz bir sadə vətəndaşın ödənişsiz müayinələrdən yararlanmaq haqqını və o haqqın, belə deyək də, arxasında dayanan sağlamlığının da həm də keşiyində dayanmaq istəyini gördüyümüz üçün və düşünürük ki, insanlara nəinki bizim aksiyalarımız, ümumiyyətlə dövlətimizin səhiyyə sisteminin yaratdığı icbari tibbi sığortanın imkanlarına da mütləq şəkildə aşılayırıq. Ondan başqa bizim sosial mediada aktiv saytımız, Instagram üzərindən, TikTok və digər platformalar üzərindən məlumatlandırıcı animasiyalarımız hazırlanıbdır. 5 adda reklam deməyim buna, sosial çarxlarımız hazırlanıbdır ki və ölkəmizin bütün televiziyaları, bütün radioları, elə yeri gəlmişkən Real TV-yə də buradan təşəkkürümüzü bildiririk ki, sosial əhəmiyyətli çarx olduğu üçün bizim reklamlarımızı dəfələrlə yayımlayıblar ki, insanlara bu xəstəliyin həm də uşaq diabeti ilə bağlı, uşaqlarla bağlı bir animasiya hazırlamışıq. Hamiləlik diabeti ilə bağlı ayrıca, ümumi diabetlə bağlı və doktorumuz şəxsən orada həmin mətinlərin tərtib olunmasında iştirak edib ki, insanlara sizin bayaq dediyiniz o əyalət insanına başa düşülən və sadə dildə bu xəstəliyi başa salaq. Çünki terminlər, ümumiyyətlə müasir tendensiyalar insanları nə qədər yorduğu kimi bunu nəzərə alıb və bizim çox istərdim ki, belə bir Şəkərəm adlı bir bukletimiz də hazırlanıb və məqsədli şəkildə burada bir çox zəngin həyat tərzi keçirdən bir bəyəfəndini vurğulamışıq. Çünki mənim yadıma gəlir ki, mən uşaq vaxtımda bizim atalarımız deyərdi ki, şəkər xəstəliyi zəngin insanların xəstəliyidir. Onlar daha çox qorxudan, stressdən, bu həyat tərzindən niyəsə bu xəstəliyə yoluxur və onlara da xitab edib. Yəni, bütün yaşda olan insanlara xitab etmişik. Burada bu insanın öz xəstəliyinə biganə yanaşması və acı sonluğunu çox təəssüf ki, vurğulamışıq. Çünki biz toplum olaraq ümumiyyətlə bu ifadəni bilmirəm nə qədər düzgündə işlətməyəm. Bu qılınc müsəlman deyilən bir ifadə var ki, biz yıxılmasaq, ölməsək, yaxınımızda bir doğmamızı itirməsək, biz xəstəlikdən qorxmuruq niyəsə. Təşəkkür edirəm Şəbnəm xanım, təşəkkür edirəm həkimimizə də və bir daha çox sağ olun, bir daha vurğuluyum ki, biz diabet xəstəliyindən danışdıq və fərqindəlik layihəsinin bu 3 ay ərzində hansı missiyanı öz üzərinə götürməsindən, eyni zamanda regionlara səfərdən, regionlardakı təəssüflər olsun ki, hələ də bu xəstəlikdən xəbərsiz olan vətəndaşlarımızdan danışdıq ki, hələ də proses davam edir və növbəti etapda Gəncə və Şamaxıda da bu müayinələr tam ödənişsiz keçiriləcək və qonaqlarım Şəbnəm Həsənova, fərqindəlik layihəsinin rəhbəri və eyni zamanda da Fərhan Burzu, həkim endokrinoloq idi ki, biz onlarla birlikdə bax bu vacib və həssas məqamı müzakirə etdik.